Bu mənim kameranın ışığı yandı öz-özünə. Şeflərəm. Boyu hardasa metrə yarım olar. Bəlkə də çox 1.60 olar. Baxın, kamerayı yaxından tutanda. Bunu satıram 35 manata. Ən son qiymətdir. Bir yandan da baxın, hal-hazırda həm də böyüyür. Yəni əla vəziyyətdədir. 35 manata. İstəyənlər yaza bilər. Telefon nömrəm 070 287 04 99. Ünvan Zabrat yolu. 2-ci Balaxanın yolundan üzbəüz küçədəyik. Həyətdə də çox güllərim var. Onları da çəkəcəm. İndi onları da hamısını istəyən bir yerdən onları da sata bilərəm. Dəyərinə dəyməzinə verəcəm. Üzü qışadır. Kim istəyir gəlib ala bilər. Sonra bu sapsarı açır. Limon sarısından da sarı. Elə bir yaşıla çalan sarıdır. Qat-qatdır. Nadir tapılan güldür. Bax, özü də qəşəkdir. Əla vəziyyətdədir. 15 manata verirəm 2 tayıskı. Özü də bu o biri güllər kimi deyil. 3 gün heç olmasa çiçəyini 3 gün başında saxlayır. Hala qış aylarında vəbşi çox saxlayır. O biri güllər kimi deyil. Bu 3 gün rahat saxlayır. Sonra yəni bu yeri sortduydu da onu deyim sizə. Bu Drasena. Bu da yana bax görürsünüz. Bax eyni boydadılar. Hələ biraz da elə bil ondan hündürdür. Bu 50 manatdır. Bunun da ən son qiyməti budur. Yalnız bir də xahiş edirəm. Yalnız alanlar yazsın. Heç kim yazmasın. Elə belə marağa, boş boşuna heç kim işinə yazmasın. Yalnız alıcılar yazsın, ünvanını soruşsun. Çatdırma da var. Çatdırma taksi ilə də ünvanlara pulludur. Kartım da var. Heç gəlməyə əziyyət çəkirsinizsə əgər. Kartıma pulu atıb taksi ilə də mən ünvana konum atarsınız göndərərəm. Yəni bu da var. Vayenli fiks baxın. Üçü də eyni boydadır. Bu 35 manatdır. Böyükdür, qəşəkdir. Baxın, yarpaqları sağlamdır. Görürsünüz. Yarpağının bəzəyi özü də çoxdur, qəşəkdir. Yəni sağlam güllərdir, mənim güllərim. Bu 35 manatdır. Burada da gülüm var. Feledendron. 45 manatdır bunun ən son qiyməti. Bilən bilir ki, qara feledendron nadir tapılan bir güldür. Baxın, 45 manat. Üstə gün düşən kimi çəkim də. Sonra burada pul gülüm var. 10 manatda bu. Son qiymətli pul gülü. Əla vəziyyətdədir. Sonra belə gülüm var. Bax, satın alma qabdadır. Bunlar nadir tapılan güldür. 15 manatdır. 15 manatdır. Sonra bu növdə Defanbayem var. Bunu hələ satmıram. Buradan da deyəsən yarpaq qoyur. Bunu hələ satmıram. Sonra belə monsteram var. 10 manata satıram bunu. Sonra belə gülüm var. 8 manata satıram bunu. Yox, bu böyük taydı. Bu da 10 manatdır. Sonra belə fiyalkalarım var. Biri 6 manata. İndi çöldəkiləri çəkməyə gedir. Hələ buradakılardan da çəkim. Baxın, burada 15 manata belə mum çiçəyim var. Bax. Təzə yarpaqlar qoz. Baxın, görürsünüz, mum çiçəyi. Haradasa 1 metrə yaxın var. Sonra bu gül nadir tapılan güldür. Belə dipçəkdə bunu satıram 30 manata. Bunlar nadir tapılan güldür. Yenə deyirəm. Yeri güldür. Bunu satmıram, bu hədiyyə. Sonra bu da 30 manatdır. Amma bu 10 manatdır. Bu satın alma qabdadır. Qəşəkli vəziyyəti. Fiyalkadır. Burada uqlaneman var. Bu 15 manatdır. Görürsünüz, yarpağınız sapasağlam güldür. Dibinə də satın alma torpaq tökmüşəm. Sonra bunlar hələ satılası deyil. Bax bunu verirəm 8 manata. Sonra kraton. Bu gül, vallahi yalan olmasın, 6 ildir məndədir, beləcə durur. Nə böyüyəndə, nə kiçiləndə. Onu öyle heç bunu satmıram. Alan adam puluna yazıq.
Bu gül ama 15 manata verin baxın bu güldən də. Singonium, mələk qanadı. Bu sortları özü də bunların nadir tapılan da. Özü də əla vəziyyətdədir. Baxın, bax. Hər tərəfi doludur, hər tərəfi. Daha bir tərəfi zəifdir, bax, hər tərəfi əla vəziyyətdə. 15 manata alsanız uduzmasın. Bu da qırmızı sortudur. Bu da 15 manatda. Belə kəpənək gülüm var 5 manata. Bunları satmıram, bunlar çünki hədiyyədir. Bu da fiyalkalardır, biri 5 manata. Bu da baba, bu gülü də 6 manata verin. Bu da 5 manatda. Bu qədər. Buna nə olubdur ki o? Ay, bu gülü elə şey 20 il oldu bilmirəm. İndi həyətə düşürük. Bu da bir dənə bambum var, qoyun onu da göstərim. 10 manatdır, özü də köklüdür. Dünən birini satdım, bizə dənəsi qalıb. Bax 10 manatdır, köklüdür, görürsünüz. Bambu, şans bambusu. Özü bərəkət gülüdür. İndi keçdik buradakı güllərə, əsas güllərə. Baxın. Bu gülü məndən həmişə alıblar. 15 manatdır. Baxın. Əla, super vəziyyətdə. Mən həmişəki kimi güllərimə gözəl baxıram. Amma bir şeydə xahiş edeyim ki, güldən başı çıxan gəlib alsın. Alıb aparıb körləməsin. Sonra deməsin ki, gülün belə idi. Gül nə istəyir? Divi quruyana suyunu istəyir. Bir də işıqlı yerə qoyun. Vəssalam, aparıb qaranlıq otağa soxuz, divinə də suyu gilləməyin. Sonra bu gül. Görürsünüz mənim güllərim. Deyirlər bunlar nazlı gül, heç də nazlı gül deyil. Bundan bəlkə 100 dənə artıq satmışım. Super güldür, qəşəng dözümlü güldür. Tənbəl arvadların güldür. Sonra bu qara peyğəmbər qılıcı. 10 manatdır. Bunlar 3 manatdır. Özü də bunları yaman alırlar. Nəsə bunu yaman bəyənirlər. Sonra pul gülü yenə 10 manatdır. Bu, görürsünüz əla vəziyyətdə. Mən həmişə kimi özümü tərifləmirəm, qəşəng baxıram güllərə. Sağ nə olub, gəlib burada durursun. Sonra bax bunlar. Bu 15 manatdır. Bu da 20 manatdır. Amma bir şey var. Bu gördüyünüz güllərin daha o tərəfdə çəkəcəm. Var güllərim. Bir yerdən alan olsa razılaşacağım. Hər o tərəfdə görünə gözəl güllərim var. Sonra burada belə güllər var. Mən biraz eksotik gülləri sevənim. Görürsünüz, bu güllər də dözümlüdür. Baba, bunları artırmışam bunlardan. Hələ nə qədərini də satmışam. Sonra bu da uğulaniyama. Uğulaniyama deyirəm. Əstəğfurullah, difam var ya, bitirmişəm. Sonra görürsünüz, bu nə qədər dözümlü güldə artırmışam. Bu kliviya. Bunu qonşum bana gətirəndə başında çiçəyi var idi. Bəlkə 10 ildir, nə çiçəkliyir, nə böyüyür, belə qalır. Bundan canımı qurtarmaq istəyirəm. Elə üstündə verəcəm bunu. Sonra peyğəmbər qılıcı. Sonra bu drasina. Baxın. O qatı çox olanlardandır. Qat ağacımsa. Çox adam belə bilir bu soğanaqda. Ay balam, soğanaq deyib. Bildiyiniz drasina. Sonra kalanxoya. Qəşəng havada bastırmışam. Sonra bu güllərdən. Bunların hamısını mən bir yerdən də verərəm. Alan olsa. Üzü qışadır. Yəni peşman olmazsınız. Bax. Oy. Qırmızı açın. Bu boydana gülü 2 manata verirəm ha. 2 manata nə düşür? İnsaf. Bir dəfə karta vurursan bir gediş eləyir, bir gəliş. Metro kartını deyirəm ha. Başqa şey başa düşmürəm. Sonra bax bu gül. Bu gördüyümüz gülləri. Bax içində begonbil də var. Belə qara fikus da var. Bir yerdən hələ belə sort fikus da var. Bu da fikus da. Sonra belə bardovu stayski var. Bunların hamısını sarı qızıl gülləri 2 dənədir. Amaralesdir. Süsənlərdir. Bu mənim rəhmətli oğlumun hədiyyəsidir. Onu satmıram. Sonra belə kitayskidir. Bu begonya. Yağlı begonya. Sonra burada belə kala. Bax budur. Görürsünüz begonbil. Bunlar satışdadır. Baxın. Sonra şokolad gülü deyirlər, nə deyirlər, belə mavi rəngdə açır. Bu. Bunların hamısını
İsteyen varsa bana yazsın. Görürsünüz. Qara belə deyim bro. İsteyen varsa bunları yazsınlar. Bak burada bunlar da var. Bunu da tez alıp bastırmışam ama görülür. Bu hələ bu zambaq. Bunu hədiyyə verirəm. Bunu satmıram ama bu rəhli kalanı satıram. Marqaret rəhli açır. Sonra burada sarı begonvil var. Sarı qəşəng portakal sarısı açır. Sonra canım sizə desin. Kaktuslar var. Ne qədər balaçoylar var. Bunu satmıram, bu öz gülümdür. Sarkan sardunya, Yasemin çiçeği rəhli açır. Diyan sarmaşıqlar indi turist dedik biraz. Sonra bunlardan var, çoxdur bunlardan. Belə baba görün nə gözəl bir kaktus var, ağac kaktus. Bu hər adamda olmur, dağ şəklindədir. Bunu bir dizayn eləmək olar, dilindən də hayva ağacı. Sonra bu bardolub, qızıl güldür. Sonra bu da ceylan göz deyirlər odur, bunlar. Sonra aloe vera, neçə elini aloe vera asılır. İçine de qızıl gülün çiçeğin tümüz olur. Gardenia. Sonra bu güldən. Bar gətirən kaktus. Bunların hərəsi başqa-başqa rəhlərdədir. Rəngini unutmuşam da. Sonra belə kaktuslarım var. O bar gətirəndən bunlar çiçək açır. Ama bilmirəm nə rəngdə açır. Sonra belə kaktus. Dekabris gülü. Bunun dibində qeyri-adi böyüməyən Peyğəmbər qılıcın balacası da böyüməyən cırtdan olan. Budur. Belə sukulentdir. Sonra belə sarmaşıqdır. Belə güllər var, kalanjolar. Bunların hamısını bu açdım. Qara sarmaşıq. Hələ orada da var. Düzdür, özü keçəndəli. Sonra belə zambaq açanlar var. Sonra belə gül var. Elə bunu da çıxardıb sata bilərəm. Ya hədiyyə də eləyərəm bunun üstündə. Ben onlardan dedim də, qabda var. Satıram. O aloe vera. Bunu aqa vardır hələ. Sonra canım sizə desin, bu. Ayaq, bunu çəkəmədim. Bunların hamısı satışdadır. Telefon nömrəm 070 287 04 99. Ünvan Zabrat yolu. Çatdırma pulludur. Kartım da var. Danışıb pulu karta ata bilərik. Çatdırma pulu da ama özünüzün tanıdığınız elə hər misini bir yerdən alsanız, razılaşsa özünüzün tanıdığınız böyük iri tutumlu maşın göndərin. Buradan özümüz yığarıq, göndərərik ünvana. Konum atarsınız, göndərərik ünvana. Və ya gəlib özünüz baxa da bilərsiniz. Nə tər istəyirsiniz. Daha üzü qışa deyil, məcburiyyətən satırım. Mən sözüm düzüş bunları satmaq istəmirəm, şəraitim yoxdur. Gülləri sevirəm, alıram. Amma üzü qışa dönəndə fikirləşirəm ki, məhv olmasınlar da. Orada hələ göy açan sarmaşıq da vardı, onu da çəkmədim. Yoxsa düşdüm, komediya bilmirəm. Neyse belə. Yalnız alıcılar yazsın. Yenə deyirəm, telefon nömrəm 070 287 04 99, ünvan Zabrat yolu. İkinci Balaxan yolundan üzbəüz. Əvvəllər Qartal kafe vardı küçəmizin başında. Girişinə indi almarket. Həmən küçədən dönə bilərsiniz. Ya konumda ata bilərəm, dəqiq ünvan kimi. Yəni razılaşacağıq qiymətdə. Belə yoxsa sırf satışla məşğul olanda öyle. Özümə məşğul kimi. Almışam amma indi də satıram. Daha üzü qışa yenə verim. Şəraitsizlikdən satıram. Yaxşı, sağ olun, bu qədər. Amma xahiş ederim, yalnız real alıcılar yazsın.